Əziz dinləyicilərim, sizə bir hekayə danışmaq istəyirəm. Deyəsən olmuş əhvalatdır. Bugün səhər eşitdim və fikirləşdim sizinlə də bölüşüm. Çox lazım olan bir şeydir. Deməli, 9 nəfər cavan uşaqlar Mədinədə görüşürlər və fikirləşirlər ki, bir biznes açsınlar bir yerdə. Və həri öz fikrin deyir. Fikirləşirlər ki, bunların biznesi üçün bir nəfər də adam lazımdır ki, 10 nəfər olsunlar. Və bunların bir yerə yığan insan deyir ki, gəlin belə eləyək, hər öz fikirləşin, görün o bir nəfər hardan tapa bilərik. Bunlar hərə fikirləşənəcən 1-2-3 gün keçir, təzədən biri gəlir, deyir, mən tapmışam. Mən 10-cu adamı tapmışam. 10-cunu tapmışam. Adamı yox. Və başlayır danışmağa. Ki, bilirsiniz, o hamımızdan ağıllı, hamımızdan üstün, hamımızdan qüvvəli olmalıdır ki, biz onu öz biznesimizə gətirək. Soruşurlar, hamı bir-birinə baxır. Soruşurlar ki, bu kimdir? Deyir, Allahdır. Mən fikirləşdim ki, gəlin 10-cu adamımızı Allah'a gətirək. Və xeyrimizin 10-cu Allah'a olan payın verək sadaqa. Və doğrudan da elə deyirlər və günü-gündən maşallah başlayırlar, ruzuları çoxalır, pulları çoxalır və o 10-cu sədaqanı verdikcə Allah bunlara yetirir. Verdikcə Allah yetirir. Bir verirlər, 5 alırlar. Və hamımıza tövsiyə edirəm ki, Allahın o 10%-ni əsirgəlməyin. Onu verdikcə, təmiz qəlbdən, təmiz ürəkdən verdikcə Allah da sizə yetirəcək inşallah.